Salam Faiq, özünü 60 saniyədə tanıt. Mən Tağzadə Faiq, mən Türkiyənin İzmir şəhərindən qatılıram. 9 Eylül Üniversitesinin Maliyyə bölümü ixtisasını qurtarmışam demək olar ki, o gündən bu günə 8 noyabrdan bəri mən arzumdur ki, bu torpaqlara ayaq basım və şad oldum ki, Diaspor Komitəsi məni bu sevinci yaşatmağa kömək elədi. Düşərgədə günləriniz necə keçir? Düşərgə günlərim demək olar ki, çox qəşəng keçir. Yəni çox insan tanımışam. Demək olar ki, 120 nəfərin 50%-dən də daha çox, 70%-dən çox insanı tanıyıram. Hamısından sosiallaşmışam, kontakt halındayım. Ondan əvvəl olaraq da ki, bir gəzintilərdən çox demək olar ki, həzz alıram. Ən yadda qalan nə olub sizin üçün? Ən yadda qalan mənim üçün olubdur ki, hər zaman, hər gecə demək olar ki, mafiya oynayırıq və ondan əvvəl olaraq da Şuşa qalasında əl basma, bir də Xudafərin körpüsündə də şəkil çəkdirmə mənim üçün ən yadda qalan onlardan biridir. Düşərgədə müxtəlif panellərə qatıldınız. Sizin üçün faydalı nə oldu? Mənim üçün faydalı oldu ki, Dürdanə xanımın Azərbaycan dilindən biraz uzaq vətəndaşlarımızı, şagirdlərimiz Azərbaycan dilini öyrətməsi mənim üçün demək olar ki, hər şeydən ən önəmlisi bir şeylər oldu.